Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillahi və alə alihi və sahbihi əcməin əmə bə'd. Bugünkü dərsimiz çox maraqlı və mühüm bir dərslərdən biridir. İnşallah diqqətlə qulaq asın, faydalanaq deyə. Demək, dərsin mövzusundan ibarətdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərliyinin, nübuvvətinin dəlilləri haqqında olan bir dərsdir. Müqəddim olaraq onu deyək ki, Rəsulların göndərilməsi Allahın rəhmətin və hikmətin əsərlərindəndir. Bu nə deməkdir? Yəni, bütün bəşəriyyət Allahı bilməyə bağlıdır, Allahı tanımağa bağlıdır və Allaha ehtiyacı var. Nəyə görə? Allah-u Teala onlara doğru yola yönəlsin deyə. Sıratul müstəqim yoluna yönəlsin deyə bəşəriyyətin Allaha ehtiyacı var. Və ağıllar da yəni, bunu hamısını tam dərk eləyə bilməz. Müstəqil deyil bunu başa düşməkdə, Allahı tanımaqda. Və ona görə də Allah-u Teala Rəsullar göndərir ki, Allahı tanısınlar, doğru yol tapsınlar deyə, həmsinin nicat tapsınlar deyə, dünya və axirətdə nicat tapsınlar deyə Allah Subhanahu Taala Rəsullar göndərir. Bu Allahın bizə olan mərhəmətindəndir. Allahın bizə olan lütfündəndir ki, Allah Rəsullar göndərib. Onlarla bərabər kitablar göndərib ki, insanlar doğru yol tapsınlar. Çünki Peyğəmbərlər insanları doğru yola yönəldir və hər bir ümmət, millət rəhbərsiz qala bilməz. Ona görə də hər bir millətin bir rəhbəri olsun deyə Allah-u Teala onlara rəsullar göndərir. Təsəvvür bir millətdir, rəhbərsizdir, nə baş verəcək? Xaos, özbaşınalıq, həmişə belədir də. Bir ölkədə, bir diyarda onların başı üzərində bir rəhbər olmasa, hər kəs istədiyini eləyəcək. Ona görə insanlar doğru yol üzərində olsunlar deyə Allah-u Teala onlara rəsullar göndərir. Nizam, intizam olsun deyə Allah-u Teala onlarla bərabər kitablar göndərir ki, bizim qaydamız, qanunumuz olsun. Deməli, kim də rəsullara tabi olarsa, həm bu dünyada, həm axirətdə nicat tapmışdır, xeyir üzərində olmuşdur. Ona görə də rəsulların göndərilməsi Allahın qullarına olan mərhəmətidir, lütfüdür və həmçinin qayğısıdır. Eləcə də müqəddimə olaraq bunu da qeyd eləyək ki, sadiq peyğəmbərlərlə yalancı arasında fərq var. Yəni, görürsən də, yəni, sadiqlərlə bərabər yalancılar üzə çıxıb, deyirlər ki, mən də peyğəmbərəm. Belə şeylər tarix boyu olub, elə müasir zamanda da olub. Ona görə yalancı ilə sadiq insanı ayırt etmək çox asandır peyğəmbərlik iddia edənlər arasında. Necə ki, aqil insanla məcnunu seçə bilirsən, alimlə cahili seçmək rahatdır. Eləcə də doğru danışanla, yəni sadiq peyğəmbərlə yalancı arasında fərq çox asandır, onu seçmək çox rahatdır. Onların vəsflərinə baxanda sən bilirsən ki, bu yalancıdır, yoxsa sadiqdir. Həmçinin üçüncü müqəddimə olaraq onu qeyd edək ki, Allahın hikmətindən və rəhmətindəndir ki, Allah-u Teala rəsulları göndərəndə onları ən gözəl insani keyfiyyətlərlə göndərib. Yəni, bir insanda mövcud olan ən yüksək keyfiyyətlər hamısı kimlərə cəm olub? Peyğəmbərlərdə. Və həmçinin Allah-u Teala onların sadiqliyini göstərmək üçün onlarla bərabər nə göndərib bu rəsullarını? Onlara möcüzələr verib, düzdürmü? Onlara dəlillər, burhanlar verib ki, insanlar bununla onların doğru olduqlarını bilsinlər. Yəni, Allah-u Teala rəsulları göndərəndə köməksiz göndərməyib. Həm ən yüksək insani keyfiyyətlərini onları vəsf edib, həm onları gücləndirib, qüvvətləndirib. Nə ilə? Dəlillərlə, burhanlarla, möcüzələr və s. ki, insanlar onların sadiq olduğunu görsünlər, tanısınlar. Daha sonra keçək dəlillərə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nübuvvətinin, yəni peyğəmbərliyinin dəlilləri sübutu. Və çox mühümdür, bunu qeyd edin, yadda saxlayın. Birinci dəlil, Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərlikdən qabaqki həyatı. Sən Peyğəmbər sallallahu aleyhi və səlləmin ümumi həyatına nəzər yetirsən, onun peyğəmbərlikdən qabaqki həyatı göstərir ki, doğrudan da Allahın seçdiyi sadiq peyğəmbərlərdən olur, doğru danışan insanlardan da, yəni peyğəmbərlik doğrudan da Allahın göndərdiyi peyğəmbər və rəsul olub. Çünki Allah Rəsulü sallallahu aleyhi ve sellem baxsan görərsən ki, xilqətində, danışığında, həmçinin gözəlliyində və ümumiyyətlə şərəfində, nəsəbində, düzdürmü? Nəslində ən yüksək mərtəbəyə çatmışdır. Allah Rəsulü sallallahu aleyhi ve sellem insanlar arasında ən zəkalı, ən ağıllı, doğru dürüst danışan, fikirlərində, düşüncələrində doğru olan, bəsirət sahibi bir insan idi. Və qövmü də buna şahidlik eləmişdi. Həyatını oxuyanda görürsən ki, nə qədər həyatında momentlər olub ki, orada insanlar kimə üstünlük vermişdilər? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə. Misal olaraq, məsələn, Kəbənin tikintisində Qaradaşı kim o yerindən qoyacaq? İxtilaf düşdü Qureyş arasında.
Kimi seçdilər? Peyğəmbər sallallahu aleyhi ve sellem təklif elədi necə edək və onu seçdilər. Görsən, doğru düzgün təklifləri ilə, fikirləri ilə seçilən bir insan idi. Danışığında fəsahətli birisi idi, bəlağətli birisi idi. Zəkalı, ağıllı, dürüst birisi idi. Ədəbində, ərkanında ən yüksək mərtəbəyə çatmışdır. Zatı təmiz, şücaətli, çox həyalı bir insan idi. Kişilik xüsusiyyətlərində də ən yüksək mərtəbəyə çatmışdı. Hələ Peyğəmbərlikdən qabaq. Peyğəmbərlik verilməyəndə görürsən, hamısı onu necə adlandırırdı? Muhammed Əmin, etibarlı birisi, əmin birisi. Hamısı onu tanırdı. Xədicə anamız radiyallahu anhə ticarət karvanlarını Şama göndərəndə kimi özünə köməkçi təyin edir ki, mənim işimi sən gör. Kimə həvalə edir o ticarət karvanlarını? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Niyə? Çünki heç vaxt alış-veriş aldatmazdı. Sadiq, əmin birisi idi, etibarlı birisi idi. Ona görə o şairin bir dənə sözü var, indi o mənac oxuyacağım. Deyir, əgər deməsəydi ki, mən Allahın rəsuluyam, hətta bunu deməsəydi belə, deyir, sən onun üzündən görərdin ki, doğrudan da Allahın rəsulu. Yəni, onun üzünə baxanda deyərdi ki, mən Allahın rəsuluyam. Elə ona baxanda bilinir ki, bu doğrudan da elə yalan danışmayan bir insan, elə doğrudan da Allahın rəsulu, Allah Taala göndərir. Üzünə baxanda bu görsənir, təsəvvür et. Belə bir insan olub. Ona görə deyir ki, müəllif deyir ki, Allah səni müvəffəq eləsin. Deyir ki, insan deyir, 40 il sadiqlik üzərində yaşayır, əmin bir insandır. Heç zaman heç kəsi aldatmayıb, nə alış-verişində, nə ticarətində, heç vaxt əhdə xəyanət etməyib, həmişə vəfalı olub, ağlı səlim, nəsli necabəti ən şərəfli olan, ən şücaətli, ən doğru danışan, insanlara yardım edən, kömək edən, səxavətlə olan birisi gəlib birdən-birə desin ki, mən Allahın rəsuluyam, ən böyük yalanı deyiləsin. Bu ola bilməz də. Sən 40 il bütün ədəb, əxlaq məsələni riayət elə hər tərəfdən. Sonra birdən-birə gəldinən ki, mən Allahın rəsuluyam. Çünki bunu yalandan demək yer üzərində ən böyük yalandır. Deyəsən ki, mən Allahın göndərdiyi bir rəsuluyam. Bunu heç vaxt eləməz. Allah-u Teala da Quran-Kərimdə buna işarə eləyir. Buyurur ki, Allah-u Teala Müminin surəsində Əm ləm yərifu rasuləhum fəhum ləhu munkirun. Məgər onlar öz rəsullarını tanımırdılar, indi onu inkar edirlər. Siz bilirdiniz Muhammed kimdir, ey Qureyş. Və onun necə olduğunu tanıyırdınız, necə bir insan olduğunu tanıyırdınız. İndi onu inkar edirsiniz. Məsələn, qıssələrin birini götürüb, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr ondan ki, artıq qalx risaləti təbliğ elə. Çıxır Səfa dağına nə deyir Qureyşə? Deyir, ey qohumların filan kəslər, filan hamısı bir-bir sayır nəslin əzabətindən. Ey Abdümənaf oğulları, ey filan kəslər. Əgər mən desəm ki, bu dağın arxasından bir ordu Məkkə hücum edir, məni təsdiqləyirsiniz, nə deyirlər? Deyir, əlbəttə, biz heç vaxt sənin yalan danışdığını eşitməmişik. Amma deyəndə ki, mən Allahın sizə göndərmiş bir rəsuluyam, hamısı inkar elədi. Deyirlər, sən yalan danışsan, belə. Subhanallah. Təsəvvür elə. Və Allah Rəsulu heç vaxt, yəni görsən, Peyğəmbərlikdən qabaq heç vaxt bu cür pis vəsflərlə vəsf olunmamış. İnsanlar belə onu tanımırlar belə. Həmişə ən gözəl xüsusiyyətlərini tanımışlar. Ona görə ayə deyir ki, məgər deyir, onlar öz rəsullarını tanımırdılar, indi onu inkar edirlər. Siz bilirdiniz o kimdir, necə bir insandır, hansı yüksək insani keyfiyyətlərə məxsus. İndi bugün deyirsiniz ki, yox, sən yalan danışırsan, sən Peyğəmbər deyilsən, əvvəlkilərin nağıllarını danışırsan, Məcnun və s. Ona görə qardaşlar, elə Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlikdən qabaqki həyat tərzi göstərirdi ki, doğrudan da bu Allahın rəsul seçilməyə layiq olan insanlardan biridir. O da onun elə dəlillərindən biridir. Deməli, birinci dəlil nədir? Qeyd edirik. Birinci dəlil nübüvvətinin dəlillərindən onun Peyğəmbərin sallallahu aleyhi və səlləmin Peyğəmbərlikdən qabaqki həyat tərzi. Və təsəvvür elə Allah Rəsulu bayaqki qıssada dediyim kimi, ümumiyyətlə Allah Rəsulu sallallahu aleyhi və səlləm Məkkədə 13 il dəvət apardı. Bilirsiniz də, 23 il Allah yoluna, İslam'a dəvət elə, onu 13 il Məkkədə, 10 il Mədinədə. 13 il Məkkədə Qureyşi dəvət etdi. Onlarla mübarizə apardı. Onların bütlərini onlara ayıbladı və s. Bir dəfə də olsa, amma demədilər ki, səni tanımırıq, sən keçmişdə filan kəsi yalan danışan. Heç vaxt keçmişdə onu qınamamışdılar. O bizdə bəzi insanlar var, məsələn, səni tanımırdıq kimsən filan ki, dur deyirsən belədir. Amma bir dəfə də olsun demədilər ki, sən yalan danışan, biz səni tanıyırdıq, sən yalancın biriydi. O vaxtlar da yalan danışırdın. Heç vaxt keçmişindən qınamıyorlar, çünki tanıyırdılar kimdir. Bilirdilər ki, bu doğru danışan olub, sadiq olub, əhdə vəfalı olub, heç vaxt alış-verişlə allatmayıb, xain birisi olmayıb. Ona görə heç vaxt keçmişindən qınamırdılar.
Amma başqa əlacları yox idi da, öz bütlərini qorumaq üçün, başqa bir şey öz dinlərini qorumaq üçün sonrakı iftiraları atırdılar. Hə, sən yalan danışırsan, sən sehirbazsan, sən alladırsan və s. keçmişdəkilərin, yəni Bəni İsrailin nağıllarını danışırsan, amma keçmişi ilə heç onu qınamamışlar. Ya sən filan kəsin, səni tanıyırdıq da, bugün deyirsən ki, mən peyğəmbərəm, yenə yalan danışırsan. Heç vaxt qınamırdılar. Çünki bilirdilər kimdir. Əvvəldən tanıyırdılar. Elə Əbu Sufyan özü Heraqlın yanına gedəndə. Heraql orada bəzi suallar verir də, düzdürmü Əbu Sufyana? Deyir ki, ey Əbu Sufyan, bu sözləri deməmişdən qabaq. Heç onu bir dəfə də olsun yalanda ittiham eləmişdiniz. Deyir, yox. Deyir, o zaman bildim ki, insanlara yalan danışmağı tərk edən insan heç vaxt Allah adına da yalan danışmaz. Madem insanları aldatmırsa, bu Allah adına da yalan danışmaz. Çünki onlar hamısı alim birisi idi, onların yanında rahiblər vardı, oxuyurlar İncili və s. Göstərir ki, bu qissə özü göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm elə nübuvvətdən qabaq da sadiq birisi idi. Peyğəmbərlikdən qabaq da əmin, sadiq, doğru danışan birisi idi. Heç vaxt onu Qureyş inkar edəndə Peyğəmbərliyin qəbul etməklə keçmişi ilə qınamayıb. Deməyib də səni tanıyırdıq kimsə, indi təzə bir şeyə başlamışsan, əşi yox, biz səni qəbul eləmirik. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin nübuvvətinin dəlillərindən Peyğəmbərlikdən sonraki həyat tərzi, sirası, onun əxlaqının yüksək formada olması. Allah Rəsulü sallallahu aleyhi və səlləm, yəni əxlaqi məsələlərdə nümunəvi bir insan idi, bir nömrə idi, belə deyək də, nümunəvi bir insan idi. Onun bu məsələdə tayı bərabəri, bənzəri yox idi. İnsanlar arasında ən hörmətli, ən əxlaqlı, ən ədəbli bir ərkanlı bir insan idi, bir kişi idi. Allah subhanahu və teala da onu vəsf edir kitabında, buyurur ki, və innəkə lə'alə xuluqin azim. Sən doğrudan da böyük bir əxlaq üzərindəsən. Necə ki, nübuvvətdən qabaq elə idi, Peyğəmbərlikdən sonra da, yəni Peyğəmbərlik veriləndən sonra da, yəni o və daha kamil bir formada idi. Allah Rəsulü sallallahu aleyhi və səlləm insanlar arasında ən sadiq danışan, ən mülayim olanı və həmçə insanlarla mülayim rəftarda da ən gözəl olanı birisi idi. Hamı ilə gözəl rəftar edərdi, hamı ilə mülayim danışardı, davranardı. İnsanlar arasında əhdə vəfalı idi, heç və əhdini pozmaz, daim gülər üzülü bir insan olub və gözəl əxlaqı var idi. Allah Rəsulü sallallahu aleyhi və səlləm zahirən də, batinən də ən əxlaqlı birisi idi. Allah Rəsulü sallallahu aleyhi və səlləm üzü bədirlənmiş ay var, 13, 14, 15 ay necə olur? Onun kimi onun üzü parlaq birisi idi, kəlamı, sözlər həmişə nur idi, ondan ancaq nur çıxardı. Allah Rəsulü sallallahu aleyhi və səlləm, yəni insanlar arasında ən mükəmməl, kamil bir insan idi. Baxın, Abdullah ibn Sələm radiyallahu anhu İslamı qəbul etməmişdən qabaq deyir ki, yəni İslamı qəbul etməyə səbəblərdən biri də buydu. Deyir, insanlar deyir, onun ətrafına toplaşdılar. Nə var ki, deyir, Allah Rəsulü deyir, sallallahu aleyhi və səlləm Mədinəyə gəldi, insanlar onun ətrafına toplaşdılar. Mən də o insanlar arasında onu görməyə gedənlərdən biridir. Gedim görüm kimdir, Muhammed gəlib, deyirlər Allahın Rəsuludur. Onun yanına gedənlərdən oldum və toplaşanlardan oldum ətrafında. Deyir, ona tərəf yaxınlaşanda, artıq onunla üz-üzə gələndə üzünə baxaraq gördüm ki, bu yalan danışan insanın üzü deyil. Allahu Akbar, görsən. Bir yalan danışan insanın üzü deyil. Ona görə şairin də bir qəşəng sözü var. Yəni o da yəni mənaza deyəcəm. Qafiyələndirə bilməsəm də, amma inşallah ki, mənaza sözü ondan ibarətdir ki, deyir, əgər deyir, onda açıq aydın dəlillər olmasaydı peyğəmbərliyinə, deyir, onun üzündəki parlaqlıq artıq onun peyğəmbərliyindən xəbər verirdi. Təsəvvür et, yəni insan üzündən baxanda deyək ki, qardaş, bu yalan danışan insan deyil, bu doğrudan da Allahın Rəsuludur, elçisidir, peyğəmbəridir. Üzündən nur saçardı, doğru danışan, sadiq bir insandır. Baxan heç vaxt deməzdi ki, yəni adil insan, insaflı insan deməzdi ki, yox qardaş, bu yalan danışır, belə peyğəmbər olar, xeyr. Nübuvvətindən qabaq da halı buna dəlildir. Nübuvvətindən sonraki halı da buna dəlildir ki, doğrudan da Allahın seçib razı qaldığı elçilərindən, rəsullarından biridir. Allah Rəsulü sallallahu aleyhi ve sellem peyğəmbərlikdən sonra da ən şücətli insan idi. Hətta sahabələr deyirlər ki, bir Bəra ibn Azib deyir ki, biz döyüşə çıxanda, şiddətli günlər olanda, döyüş qızışanda deyir, bizim aramızda ən şücətli olan da onun yanına sığınardı. Çünki şücətli insanın yanında vuruşmaq rahatdır axı. Deyirsən ki, nəsə olsa məni qoruyacaq, sinəsinin qabağı verəcək. Deyir, aramızdakı ən şücətli insan belə onun yanında olardı, ona sığınardı. Allahu Akbar. Ənəs bin Məlik deyir ki, mən deyir, ona 7 və ya 9 il xidmət elədim.
Bir dəfə də olsun məni qınama. Demədi ki, bu işi niyə belə gördün? Kaş ki belə eləyərdi. Bax, gör necə mülayim bir insan idi. Hətta öz qulluqçularına qarşı da belə idi. Xidmətçilərinə qarşı da belə idi. Ona görə bu şeydən bəzi qardaşlar nümunə götürsünlər ki, əgər sənin əlinin altında işçilər varsa, bax onlara da sən o cür olmalısan, qardaş. Bugün bəzi belə deyək də, işçilər öz müdürlərindən şikayət edirlər ki, biraz kobuddular, biraz qayğı göstərmirlər, diqqət ayırmırlar. Nə olar sənin işçin olanda? Yeri gələndə bir şey gücü çatmayanda sən kömək edib ona yardım eləməlisən. Məsələn, nəysə qaldıra bilmir. Nə olar fəhlədir sənin dükanında? Qardaş, sən də qaldır, kömək elə. İlla ki, mən müdürəm, mən müəllim, mənə olmaz. İnsanlar nə deyər, dükan müdürü və ya şirkət sahibi belə şeydir. Xeyr, qardaş. Və ya qınayırlar, bir şey olmamış töhmət, maaşından kəsir, nə bilim, nə olur. Mən bilirəm, bəzi işçilər var, müdürlərin ədəbindən, yumuşaqlığından istifadə edənlər var. Lakin bir insan istifadə etmirsə, hər dəfə nəyəsə görə durub onu cəzalandırmaq, töhmət vermək, maaşından kəsmək, bugün gecikdin. Məsələn, 1% bugün sənin maaşın, bu ay sənin maaşından sayacaq. Məsələn, belə bəzi töhmətlər edirlər də. Yəni, bunu hər işçi eləmək doğru deyil. Düzdür, daşanma haqqında müəyyən cəzalar tətbiq edərsə, amma da elə müdürlər var ki, baxmır, bu yaxşı işçidir, ayda ildə bir dəfə edib bu şeylə, hamıya kimə gəldi töhməti yazır, maaşından kəsir, əlavə işlədir və s. Belə eləmək doğru deyil. Onlara qarşı mülayim davranmaq, yumuşaq davranmaq lazımdır. Xüsusən o an səndən onu tələb et. Çünki səndə nə var? Rəhbərlik var da, sultanlıq var, hökmranlıq var. Özü ondan yanında belə çox dartmağın bir mənası yoxdur. O oyunu tam olaraq onu hiss eləməsinlər. Yəni özlərini sənin yanında alçaq hiss eləməsinlər. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm çox səxavətli birisi idi. Çox səxavətli birisi idi. Necə ki, hədisdə gəlir, Ənəs ibn Məlik deyir ki, Allah Rəsulundan kim nə istəyərdisə, onu verərdi. Hətta deyir, bir nəfərə deyir, 2 dağ arası deyir, oyun quzu verir. Yəni, vəsf edir ki, o qədər çox yəni. 2 dağ arası, bir vadi yoldur, misalsın deyək ki, vadi. Onu dolduracaq qədər oyun quzu verir və o adam da gedir öz qövmünə İslamı qəbul edəndən sonra. Bu cür səxavəti görür, İslamı qəbul edir. Gedir öz qövmünə deyir ki, ey qövmüm, İslamı qəbul edin. Çünki Muhammed deyir, kasıbçılıqdan qorxmadan hər kəsə hər şey istədiyini verir. Allah-u Akbar. Ona görə sən baxsan, onun həyat tərzi, kasıb həyat tərzi yaşayıb. Allah-u Akbar. Çox varlı olub, lakin kasıb yaşayıb. Yəni ona da qənimətlərə gəlirdi, düzdürmü? Onun da payı var idi qənimətlərdən, düzdürmü? Hamısı Allah ki, onda paylayırdı. Kim nə gəlib istəyirdi, heç kəsi qapıdan ələ boş buraxmazdı. Heç vaxt. Və insanlar arasında ən həyalı birisi idi, çox həyalı bir kəs idi. Hətta gəlir ki, vəsfində evdə, evin küncündə oturan bakirə qızdan da həyalı birisi idi. Sallallahu aleyhi və səlləm. Və həmçinin çox təvazökar birisi idi. Və o misal gətirdim, müdürlərlə bağlı. Deyir, hətta deyir, Mədinənin küçələrində, məsələn, kimsə gəlib əlindən tutsaydı ehtiyat sahibi, istər uşaq olsun, istər başqası olsun, deyir, onun əlindən tutardı və onu bütün Mədinənin küçələrində gəzərdi ki, mənim ehtiyaclarımı ödə. O əlini çəkmədən Allah Rəsulü deyir, əlini çəkməzdi. Nə deməkdir? Məsələn, mən deyəm ki, məsələn, Nadir, tutmuşam mən, gedib mənim bir problem var, həll eləyək. Bir küçə gəzək, 2 dükan, 5 dükan, 1 yer, 2 yer, axırda Nadir qardaşlar, bəs yoruldum da, çıxaq gedək. Əlini çəkir səndən, deyir, elə eləməzdi. O adam əlini çəkmədiysə, o uşaq əlini çəkmədiysə, deyir, Allah Rəsulü heç vaxt əlini çəkməzdi. Allahu Akbar. Yəni, hər kəsin ehtiyacı ödəməyə həris birisi idi. Həmçinin Allah Rəsulü sallallahu aleyhi ve sellem dünyadan da zahid birisi dediğin kimi, zahid bir kəs idi. Heç vaxt var dövlət, şan, şöhrət hərisi olmayıb. Yəni o Peyğəmbər padşah olmağı seçmədi. Var da belə Peyğəmbərlər oldu ki, onda şah, padşah olublar. Məsələn, Süleyman əleyhissalam kimi. Deyir, o Allahın qulu və rəsul olmağı seçdi. Yəni, qul olmağı, sadə bir həyat tərzi yaşamağı seçdi və özü də deyirdi ki, hədisdə gəlir, deyir ki, mən hara, dünya hara, deyir, mənimdir dünya ilə mənimdir misalım, ağacın altında kölgələnib, sonra yoluna davam edən bir kəsin misalına bənzəyir. Yəni, mənimki dünyadan budur, yəni müsafir, kölgələndim, çıxdım, gedim, yəni müəyyən ehtiyaclarım oldu, bəs edir. Yəni, belə insan idi, dünyaya heç vaxt həris olmamışdı. Həmçinin hədisdə gəlir ki, Ayşə anamızdan gəlir ki, Allah Rəsulü deyir, sallallahu aleyhi və səlləm deyir, dünyasının dəyişənə qədər elə bir 3 gün dalbadal gün olmadı ki, orada o buğdadan çörək yesin. Olmuyor da 3 gün dalbadal ancaq buğdadan çörək yesin. Elə günlər o bilirsən ki, az keçirib. Ət belə yeməyib, buğdadan hazırlanmış çörək belə yeməyib. Bizdə hər gün evimizdə çörək buğdadan hazırlanıb. Hətta biraz imkanımız olanda bahalı çörəklər, dietik çörəklər alırıq. Evimizdə maşallah soyucu dolu. Deyir, elə bir gün olmayıb ki, 3 gün dalbadal ancaq buğdadan çörək yesin. Yəni, çörək yəni buğdadan olsun. İndi o biri çörəkləri bəyənmirik də, başqa
dənli bitkilərdən olanda, düzdür? Amma buğda da ona xoşbəxt yeyirsən və s. Və evində süfrəndə aş, dolma, ət və s. Yəni ac yaşayıb da, yəni belə kasıb həyat tərzi yaşayıb. Soruşar gələrdi ki, deyər ki, məsələn, zövcələrini evdə yeməyə nəsə var, deyir, yox, deyir, o gün orucam. Bizdə bunu deyən var, evdə nəsə var. Bizdə evdə hər şey var, məsələn, o ilə bərabər, yəni, görürsən, bəzi insanların şükrü azdır. Deyir, bax, bu nədir, yiyib pişirmirsən, bu nə yeməkdir? Başqasını pişir də. Nə var onu yedə. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm təvazökar, qənaətçil, yəni dünyaya bağlı birisi deyildi. Sallallahu əleyhi və səlləm. Heç vaxt yeməyi də ayıblamazdı və ailəsinə qarşı rəhmli, mərhəmətli olardı. Elə bir insan idi ki, öz paltarını yeri gəldi, özü yuyardı. Yəni bu bax Peyğəmbər sallallahu əleyhi və səlləmin peyğəmbərlik veriləndən sonraki halıdır ya. Yəni bu onu göstərir ki, bu doğrudan da Allahın göndərilmiş rəsuludur. Bunlar misallar niyə gətirirəm? Beləsən ki, bu doğrudan da peyğəmbərdir. Yəni yalandan mən peyğəmbərəm deyən bu şeylər heç birini eləmir, qardaş. Tarix bunu göstərib də. Bizim vaxtımızda yalancı peyğəmbərlər yoxdur. Azərbaycandan çıxan misal üçün. Ələskərin özü, yəni belə bir həyat tərzi yaşayıb, qardaş. Yox. Və başqaları iddiası var, mən peyğəmbərəm, mən Mehdiyəm. Həyat tərzlərinə bax, heç belə həyat tərzi yaşamayıb, qardaş. Həmçinin dediyim kimi ən rəhimli, mərhəmətlisi idi. Ailəsinə qarşı da, ailəsindən qarşı mülayim idi, kömək edən idi. Öz paltarını geri-gəndə yuyardı, ayaqqabısını təmir edib, paltarını tikərdi. Bugün nə qədər kişilər var ki, Allah göstərməsin. Nəsə evdə bir naqislik olsa, öz libası və ya paltarı ilə və ya evin içini aləmi dağılacaq, arvadı təhqir edəcək, vuran kim, halına baxmır. Məsələn, ola bilər qadın hamilədir, məsələn. Hər yeməyə pişirə bilmir, evi həmişə təmizləyə bilmir. Bu nədir, evinə gündədir, biraz təhqir edir, biraz qışqırır, evi təmizlər. Görmürsən, yazıq, hamilədir, məsələn, əziyyət çəkir. Və ya onu eləməmsən, bunu eləməmsən, amma o qadınlara qarşı çox rəhimli, mərhəmətli idi. Bizdə bugün öz paltarını görən neçə kişi var, məsələn. Ya öz köynəyinin düyməsini tikən, adi düyməni tikən neçə kişi var və ya ayaqqabısını təmir edən və s. Evi pilisoslayan deyək, neçə kişi var belə, qardaş. Həmçinin hamıya qarşı belə idi. Necə ki, hədisdə keçir, deyir ki, öz haqqında xəbər verir. Deyir, mən namaza daxil oluram, yəni namaz qılırıq, cəmaət namazı, namaza daxil oluram və istəyirəm ki, namazı uzadım. Lakin deyir, uşağın ağlamaq səsini eşidirəm və deyir, namazı qısaldıram. Anasının uşağının ağlamağına olan qəm qüssəsinə görə, narahatçılığına görə. İndi uşaq ağlayır, ana narahatdır axı, cəmaət namazıdır. Deyir, bunu bildiyimə görə deyir, mən namazı qısaldıram. Görsə də namazı uzatmaq istəyir, namaz ən gözəl əməldir. Lakin uşağa, qadına olan mərhəmətindən, anaya olan mərhəmətindən, uşağa olan mərhəmətindən namazı belə qısaldır. Deməli, hamıya qarşı belə idi. Nəinki ailəsinə qarşı, bütün insanlara qarşı qayıkeş, mərhəmətli birisi idi. Hətta heyvanlara qarşı, hətta cansızlara belə qarşı. Nədir heyvanlar kəsəndə, məsələn, qurban kəsəndə və ya adi misal üçün heyvanı kəsəndə? Nədir? Deyir ki, bıçağınızı itiləyin, yəni kəsəndə gözəl kəsin, bıçağınızı itiləyin, heyvanınızı rahatlayın. Yəni əziyyət vermə, də necə gəldi kəsmə, doğrama. Bıçağı itilə ki, hiss eləməsin, ağrını hiss eləməsin. Bugün elə ölkələr var ki, baltanı, bir dənə uzun bir balta var iti, elə boynundan çırpır belə vurur. Sümüyünü dağda. Və belə heyvan kəsərlər. Və ya toxla öldürür, və ya silahla öldürür. Elə bilir ki, bu bıçaq kəsməkdən daha yaxşıdır. Yəni, bıçaqla kəsmək, boğazından kəsmək də, bu güya vəhşilikdir, güya zülümdür heyvana qarşı. Amma bunların etdiyi, tapanca ilə vurulmaq, məsələn, toka vermək və s. Və o bəzi, bu yaxınlarda göstərmişlər, Monqolistan qoyunları. Qarnından deşkası əlini salır, qarnınız oradan ürəyini sıxır və s. Yəni elə bilirsən ki, o rahatdır. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, hətta heyvana qarşı elə eləməyin. Kəsəndə gözəl kəs, rahat kəs, bıçağı itilə, heyvanı rahatla, əziyyət vermə. Hətta dediyim kimi cansızlara qarşı. Bir kötüyü var idi, bilirsən. Əvvəllər minbəri tikilməmişdən qabaq, o kötüyə çıxıb oradan xütbə verərdi, moizə edərdi. Artıq minbəri tikiləndə kötüyü ağlamağa başlayır. Sahabədir ki, biz deyir, onun ağlamağını, uşaq kimi ağlıyor, səsini eşidirdik. Allah Rəsulü o kötüyə olan mərhəmətindən, şəfqətindən gəlir, onu qucaqlayır, deyir ki, ağlama, sən mənimlə bərabər cənnətdə olacaqsın. Təsəvvür edin. Bunu kimə deyər, məsələn? Düz, yəni, ümumiyyətlə, yəni, bu cür mərhəmət sahibi insan, doğrudan da doğru danışan insandır. O yalandan iddia eləməyib, mən peyğəmbərəm. Əsla. Həyat tərzinə baxanda Allah deyirsən, doğrudan da elə bu dəlildir ki, bu Allahın seçilmiş bir quludur, rəsuludur, peyğəmbəridir.
Dediyim kimi heyvanlara qarşı elə idi, cansızlara, heyvanlara qarşı da. Necə ki, İbn Məsud rəvayət edir. Biz bir gün deyir, onunla bərabər səfərdə idik və bir quş gördük, yanında 2 balası var idi. O 2 balasını o quşdan ayırdıq. Ayırdıq və bir yerdə oturduq. Quş gəldi bizim yanımızda başladı qanad çalmağa, başımızın üstündə. Yəni əl çəkmir bunlardan. Balasına görə. Heyvan olsa da, yəni onda vardı, o hissiyat vardı, rəhmət, mərhəmət o heyvanlarda da var. Allah Rəsulü deyir, bunu gördü sallallahu aleyhi ve sellem və dedi ki, bu quşları anasına ayıran kimdir? Geri qaytarın quşları anasına. Sərçəyə bənzər bir quşu. Yəni, heyvanlara qarşı rəhməti, mərhəməti. Həmçinin dediyim kimi ən həlim, ən yumşaq, mərhəmətli birisi idi. Ayşə anamız deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni onun ən rahat bir insan olmağını vəsf edir. Yəni rahat, asanlaşdıran, çətinləşdirməyən bir insan idi. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem 2 iş arasında seçim olunanda onun ən yüngünlüğü, ən asandını seçərdi. Günah olmadıqca. Yəni isə çətinliyə gedilməzdi, insanlar çətinləşdirməzdi. İnsanlar üçün çətinləşdirmə, əksinə asanlaşdırardı. Qoy rahat olsunlar. Deyir, 2 seçim arasında qalanda hansı deyir asandır, məşəqqətsizdir, günah olmadıqca deyir onu seçərdi. Günah olardısa deyir, insanlar arasında o şeydən ən uzaq olan birisi idi və heç vaxt deyir, öz nəfsinə görə həyatı boyu deyir, intiqam almamışdı. Yalnız insanlar haramları aşanda deyir, o zaman deyir, intiqam alardı.